AB-ni soruşur. Demək, x-i tapmaq üçün biz nə etməliyik? İlk növbədə biz YCD düzbucaqlı üçbucağına fikir versək, katetlərindən biri 3, hipotenuzu 5-dirsə, Pifaqor teoreminə görə 3, 4, 5. Bura, yəni CY parçasına 4 düşəcək. Və bu bucağa biz alfa desək, aydın məsələdir ki, bu bucaq da alfa olacaq. YCD düzbucaqlı üçbucağına görə kosinüs alfa bərabər olacaq bitişik katetin, yəni 4-ün, alfaya bitişik katetin 4-ün, hipotenuzun nisbətin 5-ə. Və biz AYB üçbucağından kosinuslar teoremi tətbiq etsək, x-in kvadratı bərabərdir. Digər iki tərəfin kvadratları cəmi minus 2 vurulsun, tərəflərin hasili vurulsun, onlar arasındakı bucağın kosinusu, yəni kosinus alfa. Kosinus alfa da 5-də 4 olduğuna görə birbaşa 5-də 4 yazaq. Burada qalacaq 2, 2 altın 12, 4 2 8, x kvadratı bərabər olacaq 36 plus 100 minus 12, bu da 8-ə vuracaq 12-ni də 96 eləyəcək. Və buradan da x kvadratı bərabər olacaq 136-dan 96 çıxanda x kvadratı bərabər olacaq 40-a. Təbii ki, buradan da x bərabər olacaq kök altında 40-a.